Hər kəsə salam. Bugünkü dərsimiz Azərbaycanda Xürrəmlər hərəkatı və Ərəb xilafətinə qarşı baş verən çıxışlardır. Azərbaycanda ilk xəlifələrin dövründə sistem çox yaxşı olmuşdu. Yəni burada Azərbaycanlılara qarşı, ümumiyyətlə tutduqları ərazilərdəki əhaliyə qarşı çox ədalətli sistem yaratmışdılar. İnsanlara humanist rəftar edirdilər. Lakin sülalə dəyişiklikləri olduqca, Əməvilər, Abbasilər hakimiyyətə gəldikcə burada sistem daha da sərtləşdi. Feodal zülmünün olması, məmurların özbaşınalığı, bura Azərbaycan ərazisinə ərəblərin köçürülməsi, həmçinin də yerli feodalların mülk və imtiyazlarının məhdudlaşması Azərbaycanda ərəb əsarətinə qarşı üsyanlara gətirib çıxaracaqdı. Və bu üsyanlardan biri Müsafirin üsyanı olubdu. 748-752-ci illərdə Beyləqan ərazisində baş veribdi. Bu üsyan Əməvilər dövründə başlayıbdı, Abbasilər dövründə yatırıldı. Dediyimiz kimi ərəb ağalığına qarşı idi, lakin üsyan yatırılacaqdı. Azərbaycanda ərəb ağalığına qarşı baş verən ən güclü üsyan Xürrəmlər hərəkatı olubdu. Əl-Müxəmmirə, yəni qırmızı geyinənlər adı ilə təqdim edilir tarixi mənbələrdə bu üsyan. 60 ilə yaxın davam edibdi və bu üsyanın baş vermə səbəbləri təbii ki də yuxarıda vurğuladığımız səbəblərin hamısı buna da daxildir. Ərəb işğalından azad olmaq və insanlar arasında bərabərliyi təmin etmək, yəni bərabərliyə nail olmaq istəyirdilər. Mərkəzi Azərbaycan idi, sıxıncaqları isə Bəz qalası olmuşdu. Məzdəki ideyalarını yayırdılar, yəni dediyimiz kimi insanlar arasında bərabərliyi təbliğ edirdilər, lakin məzdəkilərdən fərqli olaraq Xürrəmlərin ali məqsədləri var idi. Vətən uğruna mübarizə aparıb Azərbaycanı yadelli işğalından azad etməyə çalışırdılar. Burada nəinki kəndlilər, əhalinin müxtəlif təbəqələrindən iştirak edənlər var idi. Yoxsullardan əlavə sənətkarlardır, yerli feodallardır, çünki öz mülklərini qorumağa çalışırdılar. Bu hərəkata qoşulmuşdular və bu hərəkat, onu da vurğulayaq ki, İslam dininə qarşı deyildi. Azərbaycanda aparılan işğalçı siyasətə qarşı yönəlmiş üsyan idi. Və burada Xürrəmlər hərəkatının tərkibində İslami dəyərlərlə yanaşı zərdüştlü ideyalar da təbliğ edilirdi. İlk üsyanları olubdu 778-808-ci ildə olubdu. Cavidan və Əbu İmran başçılıq edirdi bu zaman. Onların arasında ixtilafın olması bu ilk üsyanların məğlubiyyətinə gətirib çıxarmışdı. Lakin 816-cı ildən üsyana Babək başçılıq eləməyə başlamışdı və bundan sonra üsyanın zirvə nöqtəsi olacaq. Yəni burada yeni mərhələyə qədəm qoyacaqdı. Bəzi döyüşlərin demək olar ki, çoxsunda Babək qalibiyyət əldə edəcəkdi. Babəkin başçılıq etməyə başladığı dövrdən dediyimiz kimi yeni mərhələyə qədəm qoyacaq üsyan. Yerli feodallar da Babəkə qoşulacaqdı. Muaviyyədir, Tarxandır, Adındır. Bunlar Babəkin sərkərdələri olacaqlar və Xürrəmlərə başçı təyin ediləcəklər. Həmçinin də sərt mübarizə sisteminə keçid olacaqdı. Burada Babəkə qarşı 819-cu ildə xəlifə Əl-Məmnun ilk dəfə olaraq nizami ordu göndərəcək. Bu ordu məğlubiyyətə uğrayacaqdı. Və 9-cu əsrin 20-ci illərində, yəni 820-ci illərin əvvəllərində Sunikdi, yəni Naxçıvan ərazisidir. Ərazi olaraq Bərdədir, Beyləqandır, Arsaqdır, Arsaqda Qarabağ ərazisidir. Bu ərazilər işğaldan azad ediləcəkdir və xəlifə burada çox ciddi müqavimətlə rastlaşacaqdı. 829-cu ildə 1-ci Əşdəsər döyüşü olacaq. Döyüşündə ərəblərin əsas məqsədi ondan ibarət idi ki, Bəz qalasını ələ keçirsinlər, lakin burada Babək tam qalibiyyət əldə edəcəkdir. Və 830-cu ildə 1-ci Həmədan döyüşündə də Xürrəmlər qələbə qazanacaq. Həmədan şəhəri işğaldan azad ediləcəkdir və ərəblərin burada vəziyyəti daha da ağırlaşacaqdı. Və bundan sonra 833-cü ildə Əl-Məmnundan sonra hakimiyyətə Mühtəsim gələcəkdir. Mühtəsim bəzi tədbirlər görəcək Xürrəmlərə qarşı. Bizansla apardığı müharibəni dayandıracaq, bütün qüvvələri Xürrəmlərə səfərbər edəcəkdir və orduda nizam-intizam yaradacaqdır ki, Xürrəmlər üzərində qalibiyyət əldə edə bilsin. Xəlifə Mühtəsimin gördüyü bu tədbirlər xilafət ordusunu möhkəmləndirəcək və 833-cü ildə 2-ci Həmədan döyüşünün nəticəsində
Babəkin deməli tərəfdarları ilk dəfə olaraq ağır məğlubiyyətə uğrayacaqdı və xəlifə burada ciddi tədbirlər həyata keçirəcəkdi. Dediyimiz kimi bütün qüvvələri yenidən Babəkə qarşı səfərbər edəcək, həmçinin də külli miqdarda pul sərf edib ordunu möhkəmləndirməyə çalışacaqdı və 835-ci ildən türk sərkərdəsi olan Afşini Xürrəmlərin üzərinə göndərəcəkdi, yəni komandan təyin edəcəkdi. Bu dövrdən başlayaraq 9-cu əsrdən ərəb ordusunda türklər üstünlük təşkil edəcəkdi və Afşin Babəkə qarşı bəzi tədbirlər həyata keçirəcəkdi. İqamətgahı Bəz qalasına daha yaxın olan Bərzəndə köçürəcək, nizam yaradacaq, kəşfiyyat işləridir, yolların deməli və qalaların bərpa edilməsidir. Bunların hamısını təmin edəcəkdi. Həmçinin də Babəkin ən yaxın silahdaşlarını aradan götürməklə Babəkin deməli zəifləməsinə gətirib çıxaracaq öz deməli mövqeyini daha da möhkəmləndirəcəkdi Afşin. Və 836-cı ildə 2-ci Əşrəsər döyüşündə Xürrəmlər burada parlaq qələbə qazanacaqlar və çoxlu silah-sursat əldə edəcəklər. Lakin 837-ci ildə Bəz döyüşü olacaq. Döyüşün nəticəsində ilk öncə qalanı mühasirəyə alacaqlar. Afşin Babəki öldürmək istəmirdi. Ondan, yəni bilirdi ki, çox ağıllı şəxsdir. Ona görə də ondan Bizansa qarşı istifadə etmək istəyirdi. Lakin Babək bunu qəbul etməyəcək. Yəni sülh təklif etsə də Babək bunu qəbul etməyəcəkdi və Babəkin də öz məqsədi var idi ki, burada məğlub olsa, Arasani keçərək Albaniyaya getsin və oradan həmin ərazidən isə Bizans ərazisinə gedərək Bizansla müttəfiqlik əlqəsi saxlayıb yenidən mübarizəni davam elətdirsin. Lakin belə olmadı. 837-ci ildə Bəz döyüşündə Xürrəmlər məğlub oldular. Xacə Nizamın Mülkün verdiyi məlumata görə Səlcuqlu deməli tarixçisidir. Verdiyi məlumata görə 80 mindən çox Xürrəmi burada məhv oldu və Xürrəmlər hərəkatı yatırıldı. Babəki isə onun müttəfiqi olan Alban knyazı Səhl ibn Sumbat tərəfindən tutuldu, yəni xəyanətə uğradı və ərəblərə təhvil verildi və bununla da Xürrəmlər hərəkatına son qoyuldu. 838-ci ildə Babək Samirə şəhərində edam edildi. Bu hərəkata son qoyulsa da Azərbaycan tarixində və xilafət tarixində çox dərin izlər buraxmışdı. Xilafəti kökündən sarsıdıb, parçalayan bir üsyan olmuşdu və digər xalqların da bunlara qarşı azadlıq mübarizəsi aparmasına, ərəblərə qarşı azadlıq mübarizəsi aparmasına təkan verən hərəkat olmuşdu. Üsyanın ümumiyyətlə məğlub olma səbəbləri isə dediyimiz kimi yerli feodalların xəyanətidir. Məsələn, Səhl Sumbat xəyanət etdi, Babəkə təhvil verdi ərəblərə, həmçinin də xəlifənin Xürrəmlərə qarşı güclü sərkərdə göndərməyidir, vahid qüvvədən çıxış etməyidir, Bizansla müharibəyə ara verməyidir. Bunlar xilafət ordusunu daha da gücləndirdi və Xürrəmlər hərəkatının zəifləməsinə və süqutuna gətirən səbəblər oldu. Bugünkü dərsimizdə bu qədər. Sağ olun.